yeni mərhələnin başlanması zərurətini dedik. Amma ölkədə vəziyyət doğrudan da dəhşət dərəcədə mürəkkəb. İnsanların həyat səviyyəsi çox aşağı düşübdür. İnsanlar çox əziyyət çəkirlər. Bütün sahələrdə. İşsizlikdən, maaşların azlığından, pensiyaların azlığından, ədalətsizlikdən, rüşvətxorluqdan, hər mərhələdə hakimiyyətin müxtəlif strukturları tərəfindən təqib olunub, rüşvət verməyə məcbur edilməklərindən insanlar çox əziyyət çəkirlər. Və gələcək verilişlərimizdə əgər zamanımız olacaqsa, bu mövzulara da diqqət yetirilməsini istərdim. Təbii ki, səbəb adətən insanlar belə deyək də, ağ atlı oğlanın gəlməsini gözləyirlər islahatlar üçün. Biz deyəsən qara atlı oğlanın gelməsini gözləyirik ki, yəni Ramiz Mehdiyev məsələsi bağlanandan sonra ümidlər həqiqətən çoxdur ki, mən bu məsələdə sizlə razılaşa bilmirəm. Çünki Ramiz Mehdiyev mən söhbətdə də ifadə eləməyə çalışdım ki, ölkəni Ramiz Mehdiyev idarə eləmirdi ki, Ramiz Mehdiyevi vəzifəyə qoyanlar var. Ölkəni də onlar idarə edirdilər. Və Ramiz Mehdiyev 2019-cu ildə administrasiya rəhbəri vəzifəsindən kənarlaşdırılıbdır və akademiyada prezident vəzifəsinə təyin edilib, orada da görünür müdaxilə edilmiş hadisələrə. Oradan da birinci il əvvəl uzaqlaşdırılıbdır. Və o Ramiz Mehdiyev vəzifədən çəkiləndən sonra siyasi məhbusların sayı azalmayıb, hətta son bir ildə, 2 ildə artıbdır. Ölkədə rüşvətxorluq, monopoliya azalmayıb, aradan qalxmayıb, hətta son vaxtlar daha da artıbdır. Ona görə də bütün məsələləri Ramiz Mehdiyev məsələsinə bağlamaq məncə o qədər də gerçəkçi bir təhlil deyil. Ölkədə köklü dəyişikliklərə ehtiyac var və bu dəyişiklikləri iki variantı var. Birinci variant, ən asan variant, hakimiyyətin bunu dərk edib bu dəyişikliklərə başlamasıdır. İkinci variantda cəmiyyətin öz problemlərinə sahib çıxıb öz iradəsini ortaya qoymasıdır. Bu iki variantdan biri əvvəl-axır baş verəcək və ölkədə ciddi dəyişikliklər olacaq. Amma bunu dediyim kimi Ramiz Mehdiyev məsələsinə bağlamağa ehtiyac yoxdur. Ramiz Mehdiyev sadəcə hakimiyyətin düşdüyü vəziyyətin göstəricisidir. Hakimiyyət üçün daha bir xəbərdarlıqdır ki, bu gerçək vəziyyət bundan ibarətdir. Amma dəyişikliyə başlamaq üçün zərurət neçə illərdir, çoxdandır mövcuddur və bu barədə müsavat olaraq sözümüzü demişik, deyirik və deyəcəyik.